Salam əziz uşaqlar, bugünkü mövzumuzda biz sizə ekoloji piramidalar haqqında danışacağıq. Qida zənciri və qida şəbəkələri ekosistemləri enerji axınının produsentlərdən konsumentlərə və rüdusentlərə ötürülməsini göstərir. Lakin qida şəbəkələri orqanizmlərin sayını və hər bir canlı üçün nə qədər enerjinin mövcud olduğunu dəqiq əks etdirmir. Ekoloji piramida isə ekosistemlərdə canlıların sayını, bioməhsuldarlığı və enerjinin bir səviyyədən digər səviyyəyə necə və nə qədər dəyişdiyini göstərən qrafik təsvirdir. İlk dəfə ekoloji piramida anlayışını Charles Elton 1927-ci ildə Britaniya adalarının tundra ekosistemini öyrənərkən irəli sürmüşdü. Raymond Linderman isə 1942-ci ildə qida zəncirini və onun vasitəsilə ötürülən enerji axınını tədqiq etmişdir. Ekoloji piramidalar quru və su ekosistemi üçün ayrıdır. Əgər biz bunlara baxsaq, görərik ki, müxtəlif səviyyələrdə ayrı-ayrı canlılar bir-biri ilə necə əlaqəlidir. Qida zəncirləri və qida şəbəkələri ekosistemdəki enerjinin produsentlərdən konsumentlərə necə ötürüldüyünü göstərir. Enerji produsentlərdən konsumentlərə və ya redusentlərə ötürüldükdə hər bir səviyyədə enerji itkisi baş verir. İndi isə uşaqlar, gəlin bir neçə ekoloji piramidalar haqqında ətraflı danışaq. Birinci enerji piramidası ilə tanış olaq. Enerji piramidası qida zəncirinin hər trofik səviyyəsindəki ümumi enerjini müqayisə etməyə imkan verir. Hər bir trofik səviyyədə ümumi enerjinin miqdarı müəyyən bir müddət ərzində, məsələn, 1 il ərzində müəyyən edilir. Qida zəncirində yuxarı qalxdıqca ötürülən enerji 90% itirilir. Bu enerji tənəffüs zamanı istilik şəklində, yeyilməyən qida qalıqlarında və ya heyvan cəsədlərində ifrazat və həzm tullantıları məhsulları şəklində itirilir. Ümumi enerji birinci trofik səviyyədə ən yüksək, sonuncuda isə ən aşağı olur. Ədədlər piramidasında isə qida zəncirinin hər bir trofik səviyyəsində müxtəlif orqanizmlərin sayını göstərmək üçün istifadə olunur. Hər trofik səviyyədə orqanizmlərin sayı ədədlər piramidasını qurmaq üçün istifadə edilir. Ədədlər piramidası qida zəncirindəki hər trofik səviyyədə mövcud olan canlıların sayını müqayisə etməyə bizə imkan verir. Əgər biz ot, dovşan, ilan, şahin qida zəncirinə baxsaq, nəzərə alsaq ki, əgər bir şahin gün ərzində bir ilanla qidalanır, bir ilan gün ərzində 2 dovşanla qidalanır, bir dovşan gün ərzində təxminən 15 bitki ilə qidalanırsa və biz bunu 10 şahinə və müddət olaraq 1 ay müddətinə götürsək, onda 10 şahinə 300 ilan, 300 ilana 18.000 dovşan, 18.000 dovşanı isə 8.100.000 ot bitkisi lazım olacaqdır. Və biz əgər bu canlıların ədədlər piramidasını qursaq, görərik ki, ədədlər piramidasının oturacağı geniş, yuxarı hissəsi isə dar olacaq. Bunun səbəbi burada olan canlıların sayıdır. Biokütlə piramidası isə bu da ədədlər piramidasına oxşayır. Sayından asılı olmayaraq, hər trofik səviyyədə müxtəlif orqanizmlərin ümumi kütləsi biokütlə piramidasından istifadə etməklə göstərilə bilir. Biokütlə piramidasında müəyyən zamanda hər bir səviyyədəki orqanizmlərin quru kütləsini müqayisə etməyə imkan verir. Canlı orqanizmlərin quru kütləsi dedikdə isə hər hansı bir orqanizmin tərkibində bütün su qurudaraq çıxarıldıqdan sonra yerdə qalan kütləsi nəzərdə tutulur. Əgər biz ot, dovşan, ilan, şahin qida zəncirində olan qida zəncirinin biokütlə piramidasını qursaq, onda görəcəyik ki, bu aşağı hissədə piramidanın aşağı oturacaq hissəsi geniş, yuxarı hissəsi isə dardır. Yəni gördüyümüz kimi ədədlər piramidasına oxşayar. Ümumiyyətlə, ekoloji piramidalar çox müxtəlif olur, amma piramidaların əksəriyyəti piramida formasında olur. Lakin əgər bir trofik səviyyənin orqanizmləri digər səviyyənin orqanizmlərində parazitlik edərsə və ya bir trofik səviyyənin çoxsaylı kiçik orqanizmləri digər səviyyənin böyük bir orqanizmi ilə qidalanarsa, onda bizim ədədlər piramidası qursaq, tərsinə çevrilmiş ədədlər piramidası alacağıq. Məsələn, biz palıd ağacı, mənənə, bir hüceyrəli orqanizm kimi qida zəncirinin əgər ədədlər piramidasını qursaq,
onda görəcəyik ki, bu piramidanın oturacağı dar, yuxarı hissəsi isə genişdir. Bunun səbəbi isə palıd ağacı bir ədəddir. Çoxsaylı mənənələr ağacda, çoxlu miqdarda bir hüceyrəli orqanizmlər isə mənənələrdə parazitlik edir. İndi isə biz bu qida zəncirinin biokütlə piramidasını qursaq, onda görəcəyik ki, bu zaman biokütlə piramidasının oturacağı geniş, yuxarı hissəsi isə dar olacaq. Bunun səbəbi bir ağacın, yəni palıd ağacının onunla qidalanan digər populyasiyalara nisbətən böyük biokütləyə malik olmasıdır. Sürətlə çoxalan orqanizmlərin biokütlə piramidalarda piramida formasında olmur. Biokütlə piramidası sabit və ya dəyişməyən kütləyə əsaslandığı üçün orqanizmlərin çoxalma qabiliyyəti burada nəzərə alınmır. Biz fitoplankton, zooplankton, kiçik balıqlar, iri balıqlar qida zəncirinə aid olan biokütlə piramidasını qursaq, onda burada zooplanktonun fitoplanktondan kiçik olduğu təəssüratı yaranır. Amma bu əlbəttə ki, mümkün deyil. Çünki əslində fitoplanktonun çoxalma sürəti zooplankton tərəfindən yeyilmiş fitoplanktonu əvəz edəcək qədər yüksəkdir. Ona görə də bizim piramidamız piramida formasında alınmayacaq. Demək ki, uşaqlar, bugünkü dərsimizdə biz müxtəlif ekoloji piramidalarla tanış olduq. Öyrəndik ki, enerji piramidası hər səviyyə həmin trofik səviyyə üçün mövcud olan enerji miqdarını əks etdirir. Hər trofik səviyyədə 90% enerji itkisinə səbəb olur. Biokütlə piramidasında isə hər səviyyə özündən yuxarı səviyyənin mənimsədiyi biokütlənin miqdarını əks etdirir. Su ekosistemində əsasən tərsinə çevrilmiş olur. Ədədlər piramidası ekosistemdən asılı olaraq dəyişə bilir. Hər səviyyə özündən yuxarı səviyyənin istehlak etdiyi orqanizmlərin sayını göstərir. Bu, həm düz, həm də tərsinə çevrilmiş ola bilir. Uşaqlar, bugünlük dərsimiz bu qədər. Sağ olun, gələn görüşlərədək.